Milli Məclis yodlaşdırılmamış duzların satışdan yığışdırılması haqqında qərar verməsinə baxmayaraq, bugünə qədər adı çəkilən qərarın həyata keçirilməsi ilə bağlı heç bir iş yerinə yetirilməyib. Həmin məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, BMT-nin UNICEF təşkilatı, Azad İstehlakçılar Birliyi ilə seminar keçirib. Seminarda bizim nümayəndələrdən təxminən 8 nəfər iştirak edib. Orada göstəriblər ki, yodlaşdırılmamış duzların insan orqanizminə nə kimi mənfi təsirləri var. O cümlədən bizə yodat və yodit verildi. Bu yodat və yodit vasitəsilə biz götürüb duzların tərkiblərini yoxluyuruq. Bu gördüyünüz bu iğnə və bu qaba duzu tökürük. Bu yoditdən deşib bir damcı bu qaba tökəndən sonra ciyərmə prosesi əgər gedərsə, bunun tərkibində yodun olmasını göstərir. Əgər burada ciyərmə prosesi getməzsə, yəni duzun rəngi dəyişməzsə, bunun tərkibində yodun olmamasını sübut edir. Həmin məqsədlə Azad İstehlakçılar Birliyi şəhərin topdan satış obyektlərində reyd keçirib. Reyd zamanı göstərdik ki, belə duzların tərkibində yodun heç bir qram, 1% də yoxdur. Bu duzlarda isə az miqdarda yod olsa da yenə də bu zərərlidir. Tam yodlaşdırılmış duz isə belə duzlarda, belə qutularda olur. Və bunlardan istifadə olunsa, əhali belə duzlardan istifadə etsə, daha səmərəli, daha faydalı və daha etibarlı olar. Reyd zamanı şəhərimizə duzların gətirilməsi ilə məşğul olan Stella firmasının rəhbəri ilə də görüşdük. Biz Ukraynanın Solidar şəhərindən demək, xörək duzunu oradan vaqonlarla bura gətiririk. Burada Gəncə şəhərində paylayırıq. Yodlaşdırılmış duza bu dəqiqə Azərbaycan Respublikasında ən böyük ehtiyac olduğu üçün yodlaşdırılmış duz gətiririk əsas məqsədi ilə. Keçən il Gəncə şəhərindən bir başqa duzu Solidar şəhərinə analiz eləməyə göndərmişdik. Orada da həmən duz, dəniz duzu çıxdı, Bakının dəniz duzu, Masazırdan yığılma duzu, Ukraynanın pakovkasından istehsal eləyib, buraxırlar şəhərə satışa. Yodlaşdırılmamış duzlar əhali arasında cırtdan boyluluq, əqli və fiziki inkişafdan qalma, zob kimi xəstəliklər yaradır. Xüsusilə qadın orqanizminə mənfi təsir edir. Onlarda uşaq salma və ölü uşaq doğulma hallarına səbəb olur. Həmçinin yoluxucu xəstəliklərə tutulma riskini artırır. Ona görə də duzlardan istifadə edərkən ehtiyatlı olun. Xalidə Babayeva, Rövşən Əmraslanoğlu, Mir Yunus Seyidzadə, Xəbər Plus.